Adamlar ayaqlarının dəydiyi hər yerə öz adlarını verirlər. Bura Malayziyanın Penang adasının paytaxtı Georgetown şəhəridir və hal-hazırda olduğum bu yerdə Georgetown şəhərinin belə deyim, mərkəzi küçəsi Targovs hesab olunan erməni küçəsidir. Bəs nəyə görə bura erməni küçəsi deyirlər? Çünki 18-ci, 19-cu əsrlərdə buralarda erməni tacirlər yaşayıbdı bu bölgələrdə və onun üçün də bu məhəlləni erməni məhəlləsi adlandırıbdılar. Elə ermənilərin özləri. Bu da Penang adasının ən məşhur parklarından birisi olan erməni parkıdır. Düzdür, içərisində erməniyə aid heç nə olmasa da, bütün Çin ornamentləri olsa da, insanlar da Çinlilər olsalar da, amma park dediyim kimi adını ermənilərdən alır. Mənim dərdim, yəni, niyə başqalara eləyir mövzusu deyil, niyə biz eləmirik mövzusudur. Mənə maraqlı deyil, yəni, başqa millətlər niyə eləyibdilər, başqa millətlər eləməsinlər falan, yəni, bununla maraqlanmıram mən. Eləyibdir, özü bilər. Niyə biz eləməmişik mövzusu? Bu şeyə oxşayır biraz, yəni, düşün ki, bir imtihana hazırlaşırsan, bütün qrupundakıların düşünürsən ki, kaş ki, hamı imtihandan aşağı bal yığsın falan. Yəni, fikirləşmirsən ki, mən özüm yuxarı yığım da. Niyə cəmaatın aşağı yığmağını arzulayıram ki? Mən özüm yuxarı yığım.